Demək, keçən dərs biz nə etdik? Ekranı görə bilirsiniz. Bölməm. Yəni, baxın, hələ modellər qurmamışdım mən də. Sadəcə ümumi yaratmışdıq. MVC strukturunu və s. göstərmişdim. Bugün ilk öncə modellərdən başlayıb yaradarıq. Vaxt qalsa digərləri falan da göstərərəm. Okey. Demək, ümumi MVC strukturunu göstərmişik keçən dərs. Hansı kontrollerlarımız var, viewlarımız var. Ümumi əvvəlki dərslərin EF kodunu sizə göstərmişdim. Bu prosesin edişdiyi listlə. Bugün artıq modellər yaradıb, bunu bazanla əlaqələndirəcəyik. Bunun üçün də biz də belə deyək də, proyektimizə baxacağıq və hansı modellərə ehtiyacımız olduğunu burada öyrənmiş olacağıq. Demək, ilk öncə yəni proyekti run edək və baxaq görün bizim nə kimi modellərə ehtiyacımız olacaq. Yəni run edək, baxaq. Deməli, baxın, yaxınlaşdım. Deməli, ilk öncə proyekti baxın açırıq və baxış keçirik proyektə. Görün bizim nə kimi modellərə ehtiyacımız var, stable'lara. Məsələn, baxın home cədvəlində, yəni başlanğıc cədvəldə, yəni başlanğıc UI tərəfdə görürük ki, burada məsələn var bu data var, bir dənə learning today, learning tomorrow, daha sonra bir dənə burada description kimi var. Bunlar olacaq, nə title, subtitle kimi bir şey olacaq. Bunu qoyarıq. Ondan sonra baxın, biraz aşağıda burada dəyərlər falan var. Bu dəyərlər yəqin ki, about us-da falan da var. Yəni baxarıq olar. Baxın, about us-da da həmin dəyərlər var burada. Bunları belə bir şey eləyəcəyik. Məsələn, about yaradacağıq. Onun içərisinə bu dəyərlər veriləcək. Daha sonra da home dəyərində view model yaradıb onu istifadə edəcəyik. Məsələn, indi yavaş-yavaş görəcəksiniz hamısını necə edirik. Ümumiyyətlə bizim hal-hazırda əsas işimiz nədir? Saytdakı statik dəyərlərin, hansı ki bu sözlərdir və s. şəkillər falan, bunların hər birini databazdan dinamik şəkildə gətirməkdir. Əsas məqsədimiz budur. Bunun üçün də table tipi strukturu qurmalıyıq. Daha sonra kursus cədvəlinə gəlib ümumi keçirəm. Burada şəkil var, məsələn, title, subtitle dəyərləri falan var. Yəni bunlara baxaraq, price falan var. Bunlara da baxacağıq. Burada baxarıq, login register səhifəsi yazsaq, bunları da həll edərik. Burada istifadəçi şəkli falan filan. Daha sonra məsələn baxın kursa klikləyənlər details səhifəsinə də yönləndirir bizi. Hal-hazırda details bizdə bu şəkildədir. Məsələn bu hansı kursun detailsidir. Bu detailsı da kurs details cədvəli yaradıb onun içərisində əlavə edərik. Trainers var məsələn. Burada title-da bu vəzifəsidir. Hansı bunlar ayrı-ayrı table-lar olacaq. Bir də description-da. Bir də əlavə olaraq belə deyim də təlimçinin sosial media hesabları falan var. Bu dəyərlərdə əlavə olunmalıdır modellərimizə. Kurs details var, okey. Bir kontakt cədvəli var. Burada da yəqin ki, bir dənə xəritədir. Bunun dəyişməyə ehtiyac yoxdur. Burada hansı adresdir, call, bir də email falan. Bu 3 dənə dəyər olacaq. Bir də burada mesaj göndərmə var. Bunu lap admin tərəfdə müəyyən bir şey yaradarıq orada ki, buradan sendi basanda admin tərəfə mesaj kimi düşsün. Tamam. Ümumiyyətlə bu şəkildə bir strukturu qurmalıyıq. İlk öncə dibi strukturu qurarkən biz hansı yanaşmadan istifadə etməliyik? Burada models cədvəli var. Bu adı models və ya entities də qoya bilərsiniz. Bir saniyə. Yəni, bunu saxlayayım proyektdə bir saniyə. Adətən mən entities qoyuram, base entity falan yaradıram. Ona görə məsələn entities qoyaq. Bir dəfə də entities ilə göstərim sizə. Yəni adlandırmadı bu sadəcə. Entities cədvəlidir. Bu içərisində gəlib yaradıram bir dənə. Bizdə ümumiyyətlə bir dənə olacaq həmişə base entity dəyər olacaq. Burada yazıram base. Deməli. İlk öncə biz yaratmağa base-dən başlayırıq. Yəni ən belə deyim də kökdə bizim müəyyən bir dənə entitimiz olacaq. Bunun adı da qoyuruq. Adətən base entity qoyuruq. Deməli bu nədir? Bundan nə saxlayacağıq? Biz indi görəcəksiniz. Onda biz ID dəyərini saxlayırıq adətən. Çünki ümumiyyətlə bütün table-ların ID-si olduğuna görə biz daha yaxşı struktur qurmaq adına burada bir ID dəyəri saxlamış oluruq və bütün table-larımız artıq bu base entity-dən miras almış olacaq. Hansı deyirəm pro, burada deyirəm int tipindən bir dənə ID.
Bu ID'miz bizim, belə deyim, bütün table'ları yaradarkən hər birinə ayrıca ID yazmayacağam. Artıq mən məsələn yaradacağım about table, hansı Basecamp-dən miras alacaq və ID həmçinin about table-ında da olmuş olacaq. Biz bu nə idi? Bu miras almaq idi, düzdür? Biz bunu niyə görə istifadə edirik? Inheritance ümumiyyətlə bizim klasslarımızı təkrarçılığın qarşısına almış olur. Yəni bunun üçün istifadə olunur. İlk öncə mən bir dənə burada ID dəyərini yaratmış oldum. Daha sonra məsələn burada yaradaq, hansı ki bir dənə şey açım mən buradan. Lap Zenvagon'u açım. Saniye. Və buradan açım desəm. Gəl baxım education da olmalıydı desəm. Hə bu. Gəl buradan açaq, buradan göstərim sizə. Gəl bunu şey edeyim. Dark Reader'ı təmizləyim buradan. Ya yaxşı görsün, hə. Deməli burada bizdə olacaq about var. Məsələn, bir də about-u yaradaq elə ki, about, title, description falan qoyarıq bura. Yəni bu şəkildə yaratmaq olur. Bir də məsələn, birinci about-dan başlayaq. Bir də about entities yaradacağam burada, klassı. Deyirəm yazacağam about adı. About klassında bizdə nələr olacaq? Baxın, about klassı gəlib base entity-dən miras alacaq. Base entity. Baxın, gəlib base entity-dən miras almış olacaq. Base entity-dən miras alan kimi nə olmuş olacaq artıq? About da artıq həmçinin bir ID sütunu var və mən onu yazmağa ehtiyac yoxdur. Gəlib birbaşa mən başlayıram. Prop yazıram. Bizdə məsələn bir dənə title dəyəri var. Yəni yazıram string tipində title. Bu bizim ilk table'ımızın belə deyim də title olacaq about table'ımızda. Bir dənə burada subtitle dəyəri ola bilər. Sonra description yaza bilərik bunlar üçün. Bir də əlavə olaraq bizdə image dəyəri var. Image URL qoyarıq. Tamam. Deməli bir dənə yazaq. Burada string tipindən subtitle. Daha sonra bir dənə yazaq şey. Description-ı yazaq elə bunun. Description. Bir dənə də yazaq. Bizdə image URL var idi. Public. Buna da string verək. Image URL. Tamam. Image URL-i string tipində veririk. Səbəbi nədir? Ümumiyyətlə biz bazada şəkilləri heç vaxt saxlamırıq. Biz şəkilləri həmişə burada bir papkaya yaradırıq. Assets-in içində images papkası. Baxın, burada şəkilləri saxlayırıq həmişə. Sadəcə image-in buradakı URL-ini, hansı deyirik, rootun içində, assets-in içindəki falan papkadakı şəkildir. Onu URL-i pəs olaraq gedib bazada saxlayırıq. Bazada şəkil niyə görə saxlamırıq? Çünki bazada ümumiyyətlə şəkillərin bəzi növçələri çox böyük olur. Bizdə bazada əsas olan performansdır. Yəni mən bazada bir sorğu yazıramsa, performansı yüksək olmalı ki, mən daha yaxşı nəticələr görə bilim orada. Məsələn, lazımi sorğuları tez-tez həyata keçirə bilim. Buna görə də bizə baza çökməsi falan proseslər də ola bilər. Ona görə də image-i bazada saxlamırlar. Sadəcə burada string kimi yazıb pəsini bazada saxlayırlar. Yəni bu şəkildə. About cədvəlimizdə bunlar olsun. Başqa bir dənə də şey yarada bilərik. Burada dinamik şəkildə tekstlər falan var. Bir də about point falan belə bir şey yaradarıq. Onun içində də şeylər verərik birbaşa. Hansı ki about-un tekstlərini falan verərik. Bir dənə yazım bunu. Sonra əgər lazım olsa bunu istifadə edərik. Point yazım bura bir dənə. Burada deyim ki, şeydir. Bunu əsas yazma səbəbim odur ki, deyirəm əlaqələr falan da olsun çoxlu proyektdə daha yaxşı öyrənəsiniz. Burada məsələn string deyirəm burada bir dənə text olsun məsələn. Bəzi şeylər buradan verərik gətirib. Text olsun. Bir də bu da nə ilə əlaqədə olacaq? About cədvəli ilə əlaqədə olacaq. Ona görə yazıram public int tipindən about ID ID-miz olacaq bizim. Bir də bizim public about cinsindən bir dənə olacaq about. Geçsək. Okay. Bu da belə. Daha sonra
Bizdə başqa nələr olacaq? Baxın, gələk baxaq şeyə, home cədvəlində nələr var idi? Home cədvəlində title, subtitle dəyərlərimiz var. Ona heç qoymaya ehtiyac varmı? Bir dənə baxarıq ona. Home'da nə yaza bilərik məsələn? Title, subtitle əslində bir də ilgili, onu da yazarıq. Bir dənə Home'da da qoyun bunu. Yəni əlavə baxarıq, yenə yazarıq. Əgər bu dəyərlərə baxarıq yenə bir də. Məsələn, kursus cədvəlinə baxaq gəlib burada. Burada da yenə eyni qaydada image URL olacaq, title-ı. Burada bir dənə qoyarıq, description-ı qoyarıq buna, ya da short description falan yaza bilərik. Burada tələbə sayı falan yaza bilərik. Tələbə sayı qoyarıq bir dənə. Bir də like count falan yazarıq bura. Bir də price dəyəri də olacaq təbii ki. Kurs cədvəlimizi də belə yarada bilərik. Bir yəni də kurs cədvəli yazaq. Deyirəm add class kurs. Mən kurs cədvəlində nə olacaq? Bu da base entity-dən miras alacaq. About point də base entity-dən miras almalıdır. Okay, kurs cədvəlimiz də base entity-dən miras alacaq. Burada yazıram public string. Bunun da title var idi. Daha sonra bir dənə dedik orada description olsun. Lap bu short description yazaq buna. Birdən olar ki, baxın görüm əlavə description da varmı burada. Əslində short description yazaq, çox uzun olmasın. Sonra şey qoyaq buna. Price dəyəri olacaq bir dənə bunun. Decimal price. Daha sonra nə olacaq? Bizdə bir image URL olacaq yenə burada. Public string image URL. Okay, image URL dəyərimiz var. Da bir də şey var, student count bir də olacaq bizdə. Bir dənə student count dəyərimiz olacaq. Bir dənə də like count orada var idi. Bir də onu qoyarıq ora. Bir alayım edeyim. Bu da olsun. Bir dənə like count dəyərimiz. Okay. Baxın, burada deməli nə edik? Title, short description, price, image URL. Deməli, title, short description, price'imiz olacaq burada. Bir də bizim olacaq image-imizin URL-i, hansı ki bu image-in. Bir dənə də burada tələbə sayı yazılır. Yəni bu kursu götürən tələbə sayı olacaq. Bir dənə like sayı olacaq. Bunu da qoyarıq bura. Bu user-ə də bunun da əlavə bir dənə user cədvəlimiz olacaq. Ona miras alıb eləyərik ondan sonra. Yəni bura çatanda artıq bir dənə user cədvəli yaradıb. Yəni indidən məsələn bəzi cədvəlləri yaradırıq. Ola bilər ki, proyektin müəyyən mərhələlərində yeni cədvəllərə də ehtiyacımız ola bilər. Onları da buradan birbaşa yaradıb yenə görəcəksiniz. İmmiqrasiya falan atıb, daha sonra da məsələn user cədvəlindən bunu gətirib əlaqə eləyəcəm. One to many relation. Userin məsələn name, bir də şəklini gətirib bura kurs cədvəlinin altına yazacağam burada. İndi görəcəksiniz sonra da videoda. Daha sonra bizdə nə olacaq? Baxın, bir dənə belə bir şey də yaza bilərik burada. Kursun baxın kateqorilər var. Web development-dən, marketingdir, kontekstdir. Bura bir dənə kateqori dəyəri də yaza bilərik. Ayrıca bir dənə kateqori table'ımıza da ehtiyac olacaq onda. Deməli nə edirik onda? Bir dənə kateqori cədvəli yaradaq. Kateqori name olsun bir dənə orada. Gəlin buradan, deyim bir dənə kateqori add class. Deyim kateqori cədvəlimiz olsun. Bu da base entity-dən miras alsın. Bu kateqori cədvəlimizdə də olsun prop string. Buna yazaq şey kateqori name-i. Bir də kateqorimiz kurs cədvəli ilə relation-da olacaq da. Bura deyim public list, hansı ki kurs cədvəlimizin. Kurs get set. Bu kurs cədvəlimiz one to many relation-da bir dənə kateqoridə çoxlu kurslar ola bilər, amma bir kurs mütləq bir kateqorida olmalıdır. Ona görə də kurs cədvəlində də gəlib nəyi yazırıq? Deyirəm kateqorinin burada deyirəm prop kateqori ID
Kategori ID dəyəri, bir də public kategori, bir dənə də kategori. Kategori 2. Bir də bizdə olacaq şeydir. Bu bir də baxın, bu trainerdir yoxsa? Bunu iki cür götürə bilərik normalda. Biz ya trainer kimi götürək bunu, ya da ki user kimi götürək, yaradan user. Əslində yaradan şəxs də ki məsələn müəllim yaradırsa bu kursu, həmin müəllimin adı düşməlidir. Normalda da bura düzdür. Onda trainer olmuş olur və bizim bir ki user, trainer ayrı-ayrı olmayacaq da. Onsuz da trainer həm də bu yaradan user olacaq da. Bir nəfər olacaq da, belə deyək. Ona görə də nə edə bilərik burada? Deyək ki, bura bir dənə trainer cədvəli yaradaq. Ona əlaqə yaradaq. Want to make relation-dan gətirək trainerin name-i, bir də image URL-nə bura gətirək. Bir dənə nə edirək? Gəlin buradan deyim, bir dənə trainer cədvəli. Trainer cədvəli yaratsam məncə o daha yaxşı olar. Burada deyirəm trainer cədvəli də base entity-dən miras alır. Burada deyirəm nə? Public string name. String. Trainer'ın name'i. Trainer'ın adı olacaq burada. Prop. Baxın, bir dənə trainer cədvəlinə gedib baxıram görüm. Trainer'ın nələr var? Bu cədvəlin hamısını yazaq olar. Baxın, trainer'ın var, name'i var. Bu profession'dır. Bir dənə profession cədvəli yaradırıq indi. Bir də description var, şəkil var, bir də 4 dənə URL var burada. Tamamdır. Okay. Bunu yaradıq. Deməli, trainer'ın var name'i. Var bir dənə profession'a. Amma profession'a necə yazaq? Bir dənə ayrıca profession cədvəlinə çıxararıq. Elə yazaq bir dənə. Bir dənə profession cədvəli yaradaq. Profession cədvəli də eyni qaydada base entity-dən miras alır. Burada yazıram nə? Prop string profession name. Baxın, bu profession cədvəli idi. Bununla deməli bizim trainer cədvəlimiz arasında əlaqə olacaq. Düzdür. Public deyirəm list trainer. Trainer cədvəlinə əlaqəsi olacaq. Getsin. Okay. Əlavə olaraq nə olacaq bizdə? Deməli trainer cədvəlini də eyni qaydada yazıram nə burada? Deməli trainer cədvəlini də əlavə olaraq burada qeyd edirəm ki, public tipində deyirəm trainer ID bir də yazacağım public trainer cinsindən trainer. Bu da belə. Deməli burada nə verəcəyik indi? Trainer cədvəlində nə var idi? Bir var trainer professional yazdıq. Bir dənə description olacaq. Bir də o 4 dənə şəkil falan hamısını qoyacağıq. Bu niyə? Cədvəllə eynidir deyəsən, adı ona görə. Professional olmalı deyil ki. Vəzifədir. Profession. Trainer neydi? Okay. Deməli name. Bir dənə var idi orada description, onu da yazaq. Deməli description-a bir də image URL-imiz olacaq bizim. Prop. Orada da image URL yazırıq. Bir də 4 dənə bizim dəyərimiz var. Onlar da şeydir, Facebook zad adresidir. Deyirəm prop string Twitter deyəsən. Twitter URL yazıram. Deyəsən bir də Instagram idi. Facebook olmalı. O bir neydi? Bir də LinkedIn URL var. Bunları da yaratmış olaq.
LinkedIn. Okey. Deməli, bunları yaratmış olduq. Ümumiyyətlə, bizim hal-hazırda 6 dənə, 7 dənə table'ımız var. Bunları da gələcəkdə çoxaldıra bilərik. İndi baxacağım, lazım olan bir iki dənəsini də yazaq. Əsas lazım olanlar. Sonra baxarıq. Deməli, bizə başqa nə lazım ola bilər? Trainerla kurs arasında da bizim əlaqəmiz olmalıdır. Deməli, bir trainer kurs yarada bilərmi? Bir trainer birdən çox kurs yarada bilər. Ona görə də gəlib deyirəm public list course. Kurs listi buradadır. Bir də mənə trainer cədvəlində də burada olacaq. Belə yazıram. Burada da olacaq kurs ID. Burada da kurs tipindən bizim kursumuz. Okey, bu da belə. Başqa nəyə ehtiyacımız ola bilər? Bir də bunları analiz eləyək. Bir də biz base entity-ni yazdıq. About cədvəlinizdə title, subtitle, description, image, URL. Bunları yazdıq elə ki. Məsələn, kateqori cədvəlimizdə name yazıb, bir tek kursla əlaqədə idi. Okay, trainer cədvəlimdə name description-ı, image URL falan və kursla list. Bir saniyə indi. Trainer cədvəlimizdə bu trainer birdən çox kurs yarada bilərdi, düzdür? Trainer'ın da burada kursun listi olmalıdır. Bir saniyə. List courses. List olacaq. Demək, trainer baxın. Trainer birdən çox kurs yarada bilərdi. Yəni onun listi olacaq orada. Daha sonra kurs cədvəlində də burada olacaq ki, trainer'ın ID-si. Onun yerinə səhv yazmışıq. Baxın. Demək, burada olacaq nə? Int tipindən trainer'ın ID-si olacaq. Bir də olacaq trainer tipindən. Yəni trainer. Okay, trainer'ın deməli oldu. Yəni ID-si. Bir də trainer tipindən trainer. Əlavə olaraq title'ımız var. Short description. Price, image, URL, student count, like count var idi orada. Yəni baxım ona. Deməli, burada bizim like count'umuz falan, price dəyərimiz olacaq, image URL-imiz, like count'lar, kateqori ID. Trainer. Bir də kurs detail yazaq bir dənə. Kurs detail table'ımız olacaq. Bu da kursun detallarına klikləyəndə ona nə çıxacaq, onu bildirəcək o da. Kurs detail cədvəlində də. Deməli, bu cədvəlimiz olacaq. Gələk ilk öncə kursla əlaqəsini verək bunu. Deməli, bir kurs detail olur. Birdən çox kurs belə deyək də, bir kursunla bir kurs detailın ID-si arasında əlaqə qurmalıyıq biz. Burada nə etməliyik? Deyirəm public kurs detail tipindən bir dənə kurs detail. Bu da one-to-one relation'dır. Birin bir əlaqədə. Yəni bir kursun bir dənə detalları olur da. Buna görə də belə yazırıq. Və kurs detail cədvəlimiz olur burada. Orada nə edirik? Deyirik base entity miras alsın bu da. Burada da deyirəm nə? Burada da belə bir şey yazım. Deyirəm prop int. Burada olacaq nə? Kursun ID-si olacaq. Bir də kurs tipindən kurs olacaq burada. Bizim kursumuz olacaq. Daha sonra kurs detail'da bizdə nələr olacaq ona baxaq. Baxın, bizdə kurs details var. Bir dənəsinə klikləyəndə burada detallar çıxır. Buna baxaq görüm burada nələr olacaq. Bir də bura full description falan yazarıq.
Başka nə olsun burada? Description falan hamısını qoyarıq ora. Hə, burada məsələn yazaq, deməli amma treynerini də gətirə bilərik. Kurs cədvəlində artıq treynerin də əlaqəsi var. Baxın. Deməli, bizim nəyə ehtiyacımız var? Kursda bir dənə belə ki, treynerdə ehtiyacımız var da. Treyner kimsə ona. Kurs detailın içində. Biz kurs detail treynerına əlaqəsinə ehtiyacımız yoxdur. Çünki kurs detail kursuna kursda dolayı yolla treyner cədvəlinə əlaqəsi var. Yəni onu gətirə bilərik biz. Sorğuda yazacağıq ki, include budur da, yəni. Kurs feesi var. Bu bizim kurs cədvəlimizdən gəlir və onsuz da available seat. Baxın, bu dəyər bizim ehtiyacımız var bu dəyər. Çünki şeydə yoxdur. Bir də schedule. İçinə ehtiyacımız var. Bunu kurs detaildə yazacağıq. Çünki bu kurs detailın özünə məxsusdur. Gəlib burada deyirəm nə? Public deyirəm string schedule bir də var nə deyirəm mən? Public the available seat var bizdə available seats yazın. Bu da eyni qaydada, hansı ki bu kurs dəyəri özünə məxsusdur. Kurs fee, bilmirəm, baxın, kurs fee. Kurs feeni yazmaya ehtiyac varmı? Bir də ona baxın. Normalda ola bilər ki, məsələn, kurs detallarındakı qiymət fərqli olsun bəzən. Buna görə məsələn fərqli yaza bilərik onu. Çünki bəzən olur ki, kursun özündə belə qiymət göstərir, amma detallarına gedəndə orada müəyyən şərtlərə görə kurs fee dəyişə bilir. Ödənişi dəyişə bilir. Ona görə də kurs feeni dəyişək istəyirsə lap. Kurs feeni bir dənə ayrıca bir kurs dəyəri kimi verim onda. Public decimal deyək, bir dənə kurs fee. Bunu detalları çünki də bəzən fərqli ola bilərlər. Bunu gətirək. Okay, burada da kurs ID kurs bu şəkildə olacaq. Okay, daha sonra bizdə nə olacaq? Event dəyərimiz olacaq. Event table'ımız olacaq. Biz about kurs trainer falan yazdıq. Event'da da isə bir dənə title var event'ın. Description'ı qoyarıq. Bir də orada image URL olacaq, bir date olacaq. 4 dənə dəyər olacaq bizim event'ımızda da. Bir dənə event table da yaradaq burada. Event cədvəli yaradıram. Bu da Basic'dən miras alır. Burada da nələr verəcəm? Deməli public string. Burada title'ımız olacaq. Public string description. Okay. Daha sonra bizdə olacaq bir dənə image URL. Bir də bizdə olacaq bir dənə də date time. Date time. Bir dənə date'lərimiz olacaq. Onu da sonra müəyyən formata salıb burada göstərməliyik. Burada baxın, bu format biraz fərqli görünə bilər, amma onu UI-da biz ümumiyyətlə verəndə onu dəyişə bilərik də. Müəyyən metodları var. ToString var, sonra ToDate çevirmə falan var. Məsələn, ayı falan göstərmək var. Bunlara müəyyən çevirmələr edib sonra göstərə bilərik. Yəni, bir problem yoxdur bu şəkildə göstərməkdə. Bunlar da belə. Daha sonra məncə sizin qalmadı. Hər hansı başa düşmədiyiniz bir yer var. Yenidən bir dənə izah eləyək. Deməli, base entity yaratdıq. Yaratmamın məqsədi o idi ki, istəyirəm sırf database necə yanaşmaqla qurulur, onu göstərim sizə. Sırf belə deyim. Ümumiyyətlə, birinci nə edirsiniz? Ümumiyyətlə, kodu falan qırağa qoyub, bir dənə sırf UI-yə baxırsınız. Görün, burada nələri, hansı cədvəllər var, mənim nə cədvəllərə ehtiyacım var və s. About cədvəlidir burada əsas. Burada görürsünüz, məsələn, burada title, subtitle, description falan filan onları yazırsınız. Daha sonra kurs cədvəli var burada. Burada əsas analiz etmək olduğum yerlərdən biri bu idi. Çünki burada çox şeylər var. Məsələn,
kursun traineri var. Kurs trainerla əlaqəyə gələcək. Sonra description var. Description-da həmin bəzi dəyərlər var. Məsələn, trainer dəyəri description-da da orada eynidir. Amma məsələn, price dəyəri bəzən dəyişə bilər details cədvəlində. Sonra available seat kursun özündə yoxdur, amma details-ında var. Bir də schedule cədvəldə baxın, kursun özündə yoxdur, amma details-ında olan cədvəldir. Ona görə bunlara məsələn diqqət edirsiniz. Daha sonra yəni şəkil yəqin ki, eyni qalır. Ona əlavə qoymuşduq, bilmirəm, qoya da bilərik. Yəni şəkil dəyişə də bilər, eyni də qala bilər. Yox, qoymamışıq, elə eyni olaraq qalır yəqin. Dəyməmişəm heç. Burada kursun əlavə details-dədir olar. Kurs detail cədvəlindəki detailsımızla normalda kurs cədvəlindəki qısa detailsımız burada fərqli olur. Bu short description sayılır. Burada sonra baxın sayı var. Baxılan tələbələrin sayı falan var. Bir də şey var. Bu bəyənmə sayı falan. Gələcəkdə bir dənə login registrmenti qurandan sonra bunları əlavə eləyərik ora. Daha sonra bizdə trainer cədvəli var. Burada müəyyən əlaqələr qurmalı olduq. Burada profession cədvəli var məsələn. Çünki burada bir çox vəzifələr var və hər birinə one-to-many relation-la birbaşa biz profession cədvəlinə əlaqə yaratmalıyıq. Şəkili, adı var, müəllimin description var burada. Bir də bu 4 dənə dəyər var. Bu da hər bir müəllimə xas dəyərlərdir. Ona da hər bir müəllim üçün əslində ayrı olduğu üçün biz onun bazadan onsuz hər biri üçün ayrı bir link qoyuruq ora. O problem olmayacaq bizim üçün. Daha sonra event cədvəli var. Burada da eyni qaydada hansı ki müəyyən tədbirlər falan olur. Bunun vaxtı falan burada əlavə oluna bilər. Pricing-ə heç ehtiyac yoxdur burada abunəlik falan. Kontaktda sonra baxarıq. Yəni bu kontaktda home-da çünki baxın məsələn çox şey var. İlk cədvəldə çox şey var. Biz ilk öncə digərlərini yaradıram ki, home-a sonra bir dənə nə edəcəm? Normalda bizdə view model anlayışı var. View model birdən çox table-ı içərisinə qoyuruq. Onu birbaşa bir home cədvəlində hamısını göstərir. Məsələn, home cədvəlində baxın həm about-un data var, həm burada tələbə sayı falan var. Bu dəyərləri mən trainerin cədvəlindən gətirəcəm. Trainerin max ID-sini götürüb gətirəcəm bura. Daha sonra burada bir çox dəyərlər ola bilər. Hansı ki, baxın, kurslar falan var. Kurslar da bura gəlməlidir eyni qaydada. Ola gələcəksə əgər sən bunları ilk öncə yarat, hamısını gətir öz yerinə. Daha sonra mən home bir dənə view modeli yaradıram. Onun içərisində bütün cədvəlləri list kimi bir-bir gətirirəm. Kursun listi, about-un listi hamısını gətirib onun içində göstərmiş oluram. Yəni bizim burada əsas məntiqimiz bizə data məntiqidir. Yəni datanın necə gəlib oturacağını biz özümüzdə düşünüb müəyyən etməliyik. Daha çox olanları sona saxlayıram adətən ki, mən bunlarda məsələn onu istifadə eləmişəmsə, əgər bunu birbaşa oradan çəkib bura göstərirəm. Gəlib about tərəfi məsələn o datanı göstərirəm. Əlavə, amma əgər bununla başlasam, burada məsələn about üçün ayrı table yazacağam bir dənə, amma görəcəm ki, yoxsa sonra görəcəm ki, about-un table-ını və yazmışam. Mən nəyi yazıram ki, oradan çəkim istifadə edeyim. Bura qədər hər hansı başa düşmədiyiniz yer falan varmı? Xeyr. Yəni ümumiyyətlə siz özünüz də analiz eləyəndə bu şəkildə analiz edirsiniz. Backend-də sırf bizə lazım olan şey database dizaynı qurulmasıdır. Bunlar da bu şəkildə yazılır ki, yəni ümumi baxırsınız görün bizim hansı datalara ehtiyacımız var. Bizim hansı cədvəllərə ehtiyacımız ola bilər. Və əsas bunları qurmuşuq məsələn. Gələcəkdə bu arta da bilər təbii ki. Artanda desəm bir dənə əlavə cədvəl yaradıb bazaya migration atırıq. İndi göstərəcəm. Sadəcə bir dənə əlavə cədvəlimiz dolmuş olur. Bir də indi gözləyək 2 dəqiqə, bir dənə fasilə verək, keçək yenisini də yaradaq. İndi artıq keçək DB kontekst falan yaradaq. Bir 200 dəqiqə fasilə verək, gəlirim.
Bir də gözləyin 2 dəqiqə başlayaq. Başlayaq. Deməli başlayaq bir saniyə. Burada siz başlayayım. Bir dənə burada şey var idi. Bir dənə kurs cədvəlində gördüm. Baxım hansındaydı? Hansı cədvəldəydi? Hə, burada professional idi. Bunu görmüşdüm deyəsən. Okay, professional idi. Bu da professional olacaq. Başqa biz nəyə ayırmışıq? Əslində heç nəyə ayırmamışıq. Description maker, data burada olacaq. Okay, indi nə etməliyik biz? Gəlin konfigurasiya fayllarını yaradaq hər birini. Bunları bir dənə save edeyim hamısını. Yəni konfigurasiya fayllarını yaradaq. Deməli, base entitimizi yaratdıq və entitlər cədvəlini yazmış olduq. Hər birisini bir dənə konfiglər də yazaq. Biz sonra da miqrasiya ataq. Birbaşa entities hissəsindən heç qurtarmış olaq. Deməli bir dənə baxım yenə biz trainersda. Professional list trainer'da da son ID'sini verdik. Okay olmuş oldu. Yəni configuration cədvəllərimizi yaradaq. İlk öncə ayrıca folder yaradıram burada. Adına qoyuram configurations. Deməli, configuration cədvəlimdə hər birisinin konfigləri yazacağam. Əvvəl yazdığımız kimi eyni qaydada. Deyəm, əlavə də bir dənə class. Burada deyirəm, ilk öncə məsələn başlayaq professional config. Profession config. Okay, indi bura bir dənə bəzi dependencylər əlavə edəcəyik. Əlavə eləmişdik AF core, daha sonra baxın bir dənə. Deməli F core ilk öncə. Biz hansı güncəlləmədə bir dənə ona baxın. .NET 8-dir, okey. Ona görə əlavə edək. .NET 8-in ən son versiyasına. Burada ümumiyyətlə seçəndə diqqətli olun. .NET 8 seçmişsinizsə bu 8-in ən son versiyasını yükləyin. Accept. Okay, AF core, sonra tools. AF core tools, bunu da 8-i yükləyək.
AFK tools, SQL server. Tip design. Onu da yükleyeyim. Həyətə lazım olsa yükləyəli. Əsas bulardır. Okey, yükləmiş olduq. Okey. App konfigurasiyalar yazaq bir. Məsələn, profession config-dir. Buna nə edirik ilk öncə? Entity type configuration var idi. Entity type. Buna bir ilk öncə şey eləməliyik. Gəlin bir dənə. Software AFK. Okay. Int type configuration. Burada da Pans cədvəlin, profession cədvəlinin konfigurasiyası olacaq. Burada deyirəm həmin config faylını yazaq. Implement interface, configurasiya int type builder, profession builder. Burada da version. Demək ilk öncə bizdə professionda nə lazımdır? Deyək builder nöqtə property'miz. Property'miz nədir? P nöqtə məsələn. P nöqtə name'i var idi deyəsən, name'i. Bundan müəyyən şeylər verir. Nöqtə is required məsələn. Daha sonra nöqtə verim məsələn hazmat string falan verim. Nöqtə hazmat link olsun 50 məsələn. Bu şəkildə dəyərlər verə bilirdik. Orada profession cədvəlində mən baxım görüm başqa nə var. Entitiesdə. Name var, sadəcə kifayətdir onu vermək. Daha sonra bizdə hansı cədvəllər var? Trainer, məsələn, trainer üçün yazaq konfigurasiyasını. Trainer config yazaq. Bura gəlir int type. Type configuration'dan Üzr istəyirəm. Burada biz miqrasiya tanımalıyıq birbaşa konfigurasiyasız. Ata bilərik. Normalda biz dediyim kimi də əvvəl də yazmışdıq burada. Məsələn, burada gəlib bu şəkilləri yazırdıq. Məsələn, required falan belə bir şeylər yazırdıq. Data annotation üsulu deyirlər. Bunu da yaza bilərsiniz. Heç yazmasaz da olar. Yazmasaz heç düşməyəcək ki, constraintlər yazıq da, belə deyim, bir növ konfigurasiyalarda. Bir də əlavə olaraq, əsas yazma səbəbimiz nədir? Ümumiyyətlə, relationlarda problemlər çıxa bilir. Əgər yazmasaz, hansı ki relationlara, baxın, deməli, arxa fonda AFK necə götürür? Əgər, məsələn, baxın, trainers cədvəli ilə professionals əlaqə yaratmışıq da, düzdür? Sən bu trainers yazmalısan bura. Əlavə olaraq da, bu profession cədvəlidir. Trainer cədvəlində də bura mütləq yazmalısan profession ID. Baxın, bu var ha. Əsas məsələ budur. Bura məsələn professional ID falan yazsan, o əlaqəni falan görməyə bilir bəzən. Amma yadınızdan çıxartmayın. Mən adətən ona görə şey yazıram, həmişə konfigurasiyaları ona görə yazıram. Gələcəkdə böyük şirkətləri işləsək görəcəksiniz, yəni hamısında yazılacaq. Çünki yazılmayanda idarədən biraz çıxır. Yəni bəzən görürsünüz ki, yazırsınız əlaqəni, amma düşmür gedib bazada. O biraz problem yaradır sizə. Burada çünki AFK-nun özünün məntiqində var. Sırf normalda bir şeyin cədvəlin adı sözünü gözləyir. Bir də plus ID sözünü gözləyir. Sən bura S yazsaz tanımaya bilir çox vaxt. Ona görə də bu şəkildə konfigurasiyaları yazıram həmişə mən. Bir də burada konfigurasiyanı miqrasiya etmək üçün şey yazırsınız da, DB kontekst yaradacağınızı, onun içərisində DB setləri, bu olan adları, bir trainer falan klassların adları. Orada da model.builder edəcəyik ki,
birbaşa miqrasiya atanda builder faylını bizim üçün sırf həmin konfiglərə görə yaratmış olacaq. Başa düşdünüz? Bəli, bəli, Normalda aydın. yəni bizdə burada məsələn profession ID yazırıq ha, məsələn və ya başqa bir cədvəldə eyni qaydada burada kateqori ID-dir. Categories ID yazsaz problem ola bilər o. Bəzilərində heç tanımır bir də görsün. Yəni ona görə mən adətən həmişə konfiqurasiyaları özüm yazıram. Ona görə yazıram yəni. Məsələn, burada trainer config var, ona baxaq. Burada trainer cədvəlindən gəlib götürsün. Yəni bunu implementasiya edeyim. Və burada bir dənə implement interface. Burada gəlib deyirəm nə? Builder nöqtə property. O da içərisində bizdə nədir məsələn? T nöqtə. Bizdə nə var? Məsələn, name'i var deyəsən. Buna bir dənə verək, bir dənə deyək, biz required verək. Nöqtə has max range verək məsələn. Bunları sırf verirəm ki, əliniz biraz öyrənsin. Bunları belə yazsaz yaxşı, daha səliqəli görünür, ona görə deyirəm. Bu şəkildə verə bilərsiniz. Daha sonra bizdə trainer cədvəli əlaqədədir bəzi cədvəllərlə. Hansı ki, yəni baxın burada trainer cədvəli professional və kursunla əlaqədədir. Baxın bu list kursudur deyə kursunla əlaqəsini kurs cədvəlinə yazıram. Burada yazmayacağam. Burada ancaq bu əlaqəni yazıram. Hansı ki, bu professional cədvəlinin olan əlaqəsidir. Burada yazacağım nə? Builder nöqtə. Deyirəm has one var bir dənə. One to many relationumuz var bizim. One nədir? T nöqtə. T'nin içindəki professionumuz bizim one'dır. With many. Many'miz nədir? P olsun. P nöqtə profession içindəki trainer cədvəlimizdir. Bu da olacaq nə? Ən sonunda da nöqtə has foreign key. Foreign key'imiz də nədir? Trainer cədvəlimizin içərisindəki profession ID. Profession ID deyəriz. Bu da bizim üçün oldu key'imiz. Yəni burada mən bu şəkildə yazıb məsələn bildirirəm. Normalda əgər professions ID falan yazsanız, belə yazmasanız bilməyəcək ki, bu professions ID hansınındır. Çünki o sırf plus ID sözünə görə götürür. Yəni artıq foreign key'in adlandırması belə olur ki, profession plus ID sözünü yazın orada. Ki tanısın orada ki, hansı ki profession tipindən bir dənə profession var, içərisində də bir dənə profession ID dəyəri var. Hansı ki onun əlaqə yaradır. Daha sonra trainer config yazmış olduq. Deməli, has one. Has one nədir? Profession one'dır. With many trainers'dır. Yəni, bir dənə şəxsin bir vəzifəsi olur normalda. Amma bir vəzifə birdən çox şəxsə uyğun ola bilər. Bu zamanda foreign key'imiz də yazmışdıq. Profession ID dəyərimiz olur. Keçək bir dənə yenisini yaradaq. Başqa hansında var. Deyim, kateqori yazım bir dənə məsələn. Kateqori config. Bu da eyni qaydada entity type configuration. Kateqori. Burada gəlib deyirəm ki, implement interface. Burada nə inirəm? Gəlib deyirəm builder nöqtə property. Ora nə olacaq? Deyirəm məsələn kateqori olsun. Sen nöqtə. O da name'i olmalıdır. Name. Sonra bu da is required olsun. Buna bir dənə has max range falan verə bilərik. Belə. Burada kateqorida nə var? Əlaqə falan yəni baxım görüm varmı? Yoxdur, yox. Kursus cədvəlində yazarım onun əlaqəsini. Bu da belə. Course configuration. Burada bir neçə əlaqə yazmalı olacağıq. Course config. Deyirəm.
implementation eləyək. Demək, kurs konfigdə nəyimiz olacaq bizim? Məsələn, yazıram builder nöqtə property. Bizdə nələr var idi kursda? Title falan olmalıdır. Məsələn, yazıram kursun title required. Bunu da elə yazım, məsələn, has not string falan yaza bilərik. 50. Daha sonra bizdə var nə? Şey var idi. Yəni, kursu cədvəlinə baxın. Short description, price, image URL. Yəni, bunu belə eləyək. Short description, price. Price də yazmaq istəyince olmayacaq. Price də şey olacaq. Buna yazaq, has column type falan yazaq. Has column type. Bunda has column type'ı da belə bir şey yaza bilərik. Normalda belə yazırlar, decimal. Biz yazırdıq SQL-də. Məsələn, yazıram 10,2. Bu da email SQL keçəndə sırf bu tipə çevriləcək. Normalda bizdə çevrilmələri fərqli ola bilər. Desimal tipi falan. Bir də görsən bəzən çevrilmir desimal tipi. Error atır ki, desimal tanımadı falan. Normalda məsələn bizdə bir çox dəyərlər var. Məsələn C#-da migration atanda qarşılıqlı dəyərlər olur da. Məsələn int tipi müəyyən qarşılıqlı dəyərlə çevrilir, gedir SQL tərəfə falan. Bəzi tiplər var ki, bəzən çevriləndə error falan da olur, bəzən olur o. Ona görə konfigurasiyada bunu yazmanın məsələn önəmi var ki, column type bilir ki, decimal 12 kimi belə keçəcək. Yəni 10 dənə virgüldən sonra da 2 dənə dəyər kimi bu şəkildə yaza bilərsiniz. Bir də indi relationları da yazaq burada. Deyirəm builder nöqtə has one to many-də, ikisində də has one. Deməli, trainer cədvəli, bir də bizdə var kateqori cədvəli. Kateqori cədvəlində kateqori nöqtə bizdə var nə? Kateqori bu one-dır. Many'miz nədir? Nöqtə with many. Many cədvəlimiz isə bizdə şeydir. Kurslardır elə. S yazmıyıq bunlar. Belə yazaq. Yazım şey. Dot kurs olmalıdır. Bir də nöqtə has foreign key yazaq. Foreign key də yazaq nə? Foreign keyimiz də nədir? C nöqtə kursun nəyi içərisində olmalıdır? Kateqori ID-si. Bu. Yəni, bu eyni kopyalayayım buradan. Ya da kopyalamaq dedik, tək yazaq. Builder nöqtə has one. Burada da has one nədir? Kurs nöqtə. Bir də trainer cədvəliyik də bizdə. Trainer nöqtə with many. Many nədir? T nöqtə kurs cədvəlimizdir. Deməli, has one trainer'dır. With many kursuzdur. Bir də has foreign key. Foreign key cədvəlimizdə nədir? C trainer'ın ID-si olmalıdır. Yəni, burada kurs cədvəli həm kateqori, həm trainer cədvəlinə əlaqədədir. Burada da onu yazmış olduq. Yəni, kurs cədvəlinə baxaq. Kateqori trainer cədvəlinə əlaqədədir. Daha sonra bizdə nə var? Kurs detail cədvəlimiz var ya da. Orada da bir dənə one əlaqə var. Onu da yazaq. Bunu elə özünüzdə də yazarsınız, bunu mən yazanlar. Ümumiyyətlə, rekorddan baxıb tək-tək yazarsınız özünüzdə də. Mütləq bu proyekt sizdə də yəni, sonda olmalıdır da, belə deyək. Ki, siz sonra özünüzü proyekt yazanda həm rekordlardan baxasınız dərsdə,
Həm də ki, yəni özünüzün bir dənə proyekti olacaqdır. Onsuz da bir ay sonunda həm bu proyektiniz olsun, həm də özünüzdə bir dənə sıfırdan proyekt yazacaqsınız. Kurs config. Konfigurasiya fayllarına da yazırıq. Entity type configuration'dan. Config yox, özü. Implement interface. Onu da eləmiş olduq. Burada course detail'da bir dənə bizdə şey var idi, course detail'da. Schedule available seat, course fee, course ID. Then builder, nokta, property. Course detail'da cd kimi yazaq bunu. Cd nokta. Məsələn var şey. Detail'da. Description falan bakın neydi? Detail'da. Schedule available seat, course fee. Ve yazaq şey. Course fee değerimiz olsun. Column type'ını da vereyim ileride. Daha sonra bizde olsun. Diğerlerine de yazalım. Detailed available seats var. Başka bir yan bakın. Kurs detailed ne bir yan bakın. Speaker sadece schedule. Burada detail, kurs detail'da bizde detail yok hiç. Bir yana bakın ben. Kursun mən detailsına gələndə. Bu yazmamışam, bu description'dır. Bunu da bir dənə əlavə edeyim ora. Normalda burada o da olmalıdır. Şu əlavə description'dır, əsas olanıdır. Description. Bu description'ı da elə əlavə edərik ora. Burada yazıram nə? Description. Buna yazıram. 100 verək. Deyək ki bu. Neyse. O has max length deyil. Belə. Buna 200 falan yazaq. Bu da kifayətdir. Gəlin burada əlaqəni də yazıram. Bir də one to one əlaqəmiz olacaq. Yazıram builder. Nöqtə. Has one. Deməli burada one to one əlaqədə neyiz? Kurs detailsın. cd nöqtə. Deməli one kursdur. İşte one da yəni kurs. With one yazıram. Nöqtə. With mini yox one. With one nə ilə? C. Kurs nöqtə. Böyle kurs detail'ından with one. Nöqtə. As for keyimiz də nə olacaq? Burada belə bir şey yazaq. As for keydə deyirəm elə kurs detail'dır. Kurs detail zərbəlimizdir. Burada da kurs detail cd nöqtə kurs id. Bu şəkildə. Kurs detail, kurs id. Sən bu şəkildə olacaq. Okey.
Daha sonra ne değerimiz olacaq bizim burada? Yəni baxın, eventlarımız var. Məsələn, bir event config yazaq. Identity type configuration. Burada da olur event. Implement interface. Burada da gəlib yazırıq onları. Deməli bizdə eventin də bilmirəm nəyi var. Property event nöqtə title var. Required yazın. Və yazmaq link falan verək buna da. Sonra deyirəm builder nöqtə property nöqtə bir də bizdə nə var mesela eventda description date o hamısını yazmayayım. Bir də əlavə date'dir bizdə burada əslində event'ın yeni nöqtə isə yazıram date. Date dəyərinə nəsə verə bilərikmi? Heç nə verə is required kifayətdir buna da. Çox uzun yazmaq istəmirəm hər birini. Ehtiyac yoxdur əslində. Kifayət biraz yazmaq kifayətdir. Sonra bizdə hansı konfiglər var? Onları da yazaq. About point var məsələn. Onu bir dənə yazdım. Sonra about yazarıq. About yazmışıq bilmirəm heç. Identity type creation about orada gəlirik deyirəm implement interface orada da bu şəkildə olacaq. Deməli about point deyirəm yenə builder nöqtə property yazın. Burada nə var idi? Məsələn, text var idi. Deyəsən text dəyərimiz idi. About point'dir bu. About deyil. Saniyə. About point'dən nə dəyərlərimiz var? Text var, about ID var da düzdür. Mən niyə görə səhv göstərir? About point bura, about point bura. Type configuration burada nə eləmişəm? Düz olmalıdır. Baxım görüm niyə görə tanımadı. Bir saniyə belə etdim. About point dedim. Hə, about point config adını yazmamışam. Dəyişim o da. Config about point config yox about point olacaqdır. Şəkildə text gəldi. Okay. Bir də about point arasında nə var idi? One to one var idi deyəsən yoxsa? One to many idi. About'da da burada. Bir saniyə. About point'i biz nəyə görə yazmışdıq ki?
About point də, about point də. Yox da, mən şey eləməliyəm baxıb. Bir saniyə. About point də. Düz saxlamışam. Hə. About da onun listi saxlanmalı. Yaddan çıxıb bu. List. Public. List. Deyim about points. Bunu da yazmış olduq burada. Yaddan çıxmadı. Burada konfigurasiya deyirəm, yəni builder nöqtə property. Burada deyirəm nə? Bizim bir dənə var. Nöqtə şey. Deməli. Nöqtə about'umuzla alacaq nə? Yox, bir saniyə bilmədim. Property niyə yazdım mən burada? Has one da bu. Has one about nöqtə with many. Many nə ilə olacaq? Many də şey ilə olacaq. About'un nöqtə about points. Nöqtə as foreign key də olacaq. About ID. Okay, belə olmalıdır. One about'dur, with many about points, about ID. Okay. Bu da belə olmuş olacaq. Okay, deməli bunları da yazmış olduq biz. Burada save edəyəm, hamısını geçsin. Deməli hər bir deməli 3, 6, 7, 3, 6, 7 səhifəmsə yazmışıq. Yazmışıq. About'un özünü yazmamışıq. Onu da yazaq. Okay, about config-də nə alacaq? Burada isə bir dənə yazan builder, nöqtə property, başqa əlaqələri falan yazmışıq hamısını. Məsələn, nəyi var bir dənə? About'un var, nöqtə, nə var? Title var məsələn. Deyəm title deyim, deyim is required, bitdi, getdi. Okay. Bu da belə. Onu da yazmış olduq. İndi keçək nəyə yazacağıq? İndi deyək DB kontekst sinifi əlavə edəcəm. Kontekst sinifi. Onun içərisində bizim DB kontekstimizi yazmış olacağım. Add deyirəm kontekst. Kontekstdə də bütün DB setlərimi falan yazacağım. Add. Da deyəm class. Class'ın adı nə olsun? Deyəm add DB kontekst. Add DB kontekstdə də gəlib burada şey verəcəm. Bu DB kontekstdən miras alacaq. SQL EF Core'dan gəlir. Microsoft EF Core'dan gələn DB kontekstdən miras alacaq. Deməli, nə edirəm? Deyirəm public. Yine app DB kontekstim var. Bu app DB kontekst DB kontekst options'dan götürəcək. Nəyə götürəcək? App DB kontekstin options'la götürəcək. Base'dən options'lara götürülmüş olacaq. Normalde DB kontekst base'dən gəlir ki, sən dərslərə demişdik. Oradan gətirib bütün funksiyonellikları özünə götürməliyik. Ona görə də bizim DB kontekstimi base'dən bütün options'ları gətirir. Yəni DB kontekstin options'ları. Burada DB setləri yazacağım. Deyəcəm public. Bütün table'larımız üçün DB setlərimizi yazmış olacağıq. DB set. Başlamışıq kategori. Categories adında get set. Bir dənə buradan copy paste eləyim.
Okay, kategori var idi bizdə. Başqa nə var idi bizdə? Trainer məsələn. Trainers. Daha sonra var course. Courses. Daha sonra var details'ı var. Details. Daha sonra var event cədvəlimiz var bizim. Events. Daha sonra ne var? About cədvəlimiz var bizim. About. Daha sonra var bizdə nə? About point var. Daha sonra nə cədvəlimiz var bizim? 3, 6, 7, 3, 6, 7, 8 kurs, kurs detail, kategori trainer kurs. Profession var. Evet, profession bir de trainer. Aslında yanlış trainer. Bir de profession'ımız olacak. Tamam. Professional sırlarımız. Bu da belə. Deməli, on model creating funksiyası var. Ona override deyəcəyik burada. Deyəcəm nə? Protected. Override. Nəyi? Bir də bizim metodumuz var. On model creating. Bunlar ümumiyyətlə miqrasiya atanda on model creating gəlib öz avtomatik base'dən gəlib modelləri yaratmalıdır. Ona xidmət edəcək. Burada da mən ayrıca konfigurasiya fayllarım var deyə deyirəm ki, bir saniyə, on model creating model builder'dan gələcək. Model builder götürür, düzdür. Bir də bizdə olacaq şey, yazıram nə? Deməli deyirəm model builder, model builder. Bizdə olacaq konfigurasiyalar apply eləməliyəm. Apply configuration from assembly idi deyəsən. Özünün metodu bu idi. Baxın. Apply configuration from assembly olacaq. Burada da nəyi bildirəcəm ki, bunun type of'u şeydir. Nədir bizdə? App tipi konteksti. Burada deyirəm nöqtə. Bu da assembly. Assembly çevirib öz avtomatik olaraq tanımalıdır. Bu da konfigurasiya fayllarımızı tanımaq üçün idi. Demişdik. Bu model builder'dan gələn apply configuration from assembly. Type'ı da deyirəm, bu biz yaratdığımız app tipi context type'ında olacaq. Bu da assembly'yə çevrilmiş olur və model creating'i də yaratmış olur. Okay. İndi nələri yazacağıq əlavə olaraq biz? Baxın nəyi yazmalıyıq başqa. Deməli, indi miqrasiya atacağıq. Miqrasiya atmaq üçün də şey yazmaq lazımdır. Bazen adresin yazırıq. Biz yazırdıq, bunun içərisində yazmışdıq. Metod yaradıb bunun içərisində bazen adresini falan yazırıq. Normalda əslində bu yaxşı bir yol deyil. Sadəcə elə belə göstərmək üçün yazmışdım. Yəni belə bir şey yazırıq. Biz burada upsetting JSON var. Onun içərisində yazırıq həmişə bunu. Upsetting JSON. Bunun içərisində gəlirsiniz, virgül qoyursunuz. Bunun içərisində birbaşa ora nə yazasıyıqsa JSON içərisində yazılmış olur. Amma da adətən heç əzbərləmirik normalda. Gəl baxım görüm hardan yazaq. Hatta əzbərləmirik. Bu əzbərlənməsi bir şey deyil əslində. Tamam o deyim bunu. O tamamlasın. Yəni bu özünüzə çəkib yazıb belə tamamlada bilərsiniz. Allahu. Sən baxın burada connection string nədirsə o. Bu. Bunu əlavə olaraq gəlib yazırsınız burada. Всё. Burada server nöqtə database-in adına qoyaq, nə qoyaq? School system db yazacağam. db CodeWord-də qoyum qabağına. CodeWord school system db.
Trust connection true, server certificate true. Məncə bunlar idi. Serverdə nöqtə, yəni lokalımızı bildirmiş olur. Əlavə olaraq proqram CS-dən nəsə eləməliyikmi? Burada baxın, deməli builder var bir dənə. Normalda application build eləyir. Bizdə main funksiyası var. Onunla oxşardır. Apprando onunla oxşar. Base-dən başlayır işləməyə. Bir dənə burada biz əlavə nəyi yazmalıyıq? Proqram bilməlidir ki, build eləyəndə mən hansı bazaya qoşulub, hansı table-dan datalarından istifadə etməliyəm. Amma bilməsi üçün də biz nə edirik? Hansı ki, builder service at controller with views-un altında deyirəm builder nöqtə servisi. Gələcəkdə çoxlu servisləriniz olsa, bura bir əlavə eləməli olacaqsınız. Bura deyirəm nöqtə add db context. db context. Bizim db kontekstimiz nədir? Bu da app db kontekstimiz var bizim bir dənə. App db kontekstimiz var. Bir saniyə. App db kontekstimiz var. Bu app db kontekstimizdə heç nə. Cavab deyirik ki, SQL serverdən istifadə eləməlidir. Burada necə təyin edirik deməli. Okay. Bunun içərisinə gəlib yazacağım şey. Deyəcəm nə? App db kontekstimiz içərisində deyəcəm bir dənə options var. Bu options nəyi təyin eləməlidir? Bir dənə lambda expression yazıram burada. Context options deməli deyirəm options nöqtə. Burada bizdə use SQL server olmalıdır. Baxın burada use SQL server EF oradan gəlir. Deyirik SQL serverdən istifadə eləyərək biz builder prosesini aparacağıq. Deyirəm builder nöqtə configuration. Burada da get connection string mi idi? Deyəsən bu idi. Get connection string. Burada da nə yazmalıyıq indi? Əsas məsələ də buradadır artıq. Okay. Bu kodu düzənə salım mən. Müəllim çox qolu. Necə? Bu sayt şey eləməyə proqramı qutarmağa çox qalır. Proqramın qutarmağına hələ var biraz. Normalda CRUD operationlara falan yazacağıq. Bundan sonra view-lara həmin table-larda datalar əlavə olunmalıdır. Sonra da heç nə, gələn də olayı eləyək. Sonra CRUD operationlara falan yazacağıq. Controller-da artıq bizim işimiz burada olacaq. Burada metodlar falan yazacağıq. Nə gələcək, nə gələcək falan. Bir də admin tərəfi olacaq. Admin tərəf üçün də ayrıca şeylər yazacağıq. Controller view falan yazacağıq yenə eyni qaydada. Model olmayacaq artıq. Modelimiz var. Controller view-lar yazacağıq. Oldu mu? Burada baxın, əsas məsələ nədir? Buna bir dənə qulaq asın. Upsetting JSON da mən burada connection olaraq connection string default connection yazdım bu. O nəsə kopyalayıram. Cavab deyirəm ki, sən burada bunun yerinə yazaq. Bu. Bu sözlər eyni olmalıdır. Yəni bilməlidir ki, mən connection string defaultdur. Default connection cavab buradan onu axtaracaq. Deyəcəyəm bu default connection nədir? Baxacaq server nöqtə lokalımdır. Databazda CodeWord SQL System DB-ni tapacaq, gedib ondan qoşulub əlaqə yaratmış olacaq. Neysə, bu da belə. Başqa nəsə qaldı mı? Məncə qalmayıb başqa heç nə. Bir dənə ham verək. Dansımız qalmasın. Okay. Bir də indi nə edəcəyik? Gəlib bir dənə terminaldan add migration eləyək. Add migration create db. Benim yaradacaq. Failed oldu yoxsa? Succeeded. Okay. Okay, indi baxın, indi succeeded oldum, bura baxıram.
Bu table'lar, baxın about table'dır, bunları yazıb cədvəllərin falan. Hər birini artıq baxın SQL-ə çevirir burada. Burada ona baxa bilərsiniz tək-tək. Baxın about'un ID'si, baxın bu da şeyi göstərir. Hansı ki one to many relationlar, kateqorilər. Burada relation var. Daha sonra hər birinin relationlar, eventlarla falan relationlar. Professions cədvəlində hər birinin relationlarına falan bir yerdə göstərmiş oldu burada. İndi deyəm update database. Bax, nə hansı bir dənə baxım görüm error çıxartmayacaq ki, ona baxaq. Federal hazırda. Yox, error çıxmadı. Okey, əla. İndi gəlib bazamıza baxaq, həmin table yaranmış olacaq. Deməli, bu gün bunu keçdik əsas. Table'ların qurulması falan. Gəlin dəst controller'a, view-ya necə əlavələr edəcəyik, ona baxacağıq. Sonra da artıq yavaş-yavaş gedəcəyik növbəti dəstlərə. Hansı ki, biz orada CRUD operation'dan falan yazacağıq, CRUD əməliyyatlar falan. Onu da yavaş-yavaş yəni öyrənəcəksiniz. Sıfırdan yazıram, ilk vaxtlar çətin ola bilər. Yəni yavaş-yavaş işlədikcə öyrənəcəksiniz. Codeverse system dibi gəlib bura düşüb, table'larda düşübmü? Və bəli, bu table'larda 7 dənə table'ımız idi, hamısı düşüb. Əlaqələrini bir dənə falan baxaq. Gəlibmi? About ID falan. Kursun 200 dənə cədvəlinin əlaqəsi var idi. Kateqori ID, trainer ID gəlib düşüb. Professions'ın ID'si, yox şey, trainers'ın əlaqəsi var idi. Trainers'dadır. Baxın, hər bir əlaqələr falan gəlib burada düşüb. Artıq biz burada bazı datalar əlavə edəcəyik biraz. Ondan sonra artıq biraz işlərimizə başlayacağıq, əsas işlərimizə. Gələn dərs nə edəcəyik deməli? Burada yaratdığımız table'lar bazı da müəyyən dəyərlər yaradacağıq. Burada məsələn ki, about index.html-ə gəlib burada məsələn artıq statik olmayacaq datalar, dinamik şəkildə bazadan gətirəcəyik. Onları göstərəcəm necə edir. Məsələn, bunun yerinə yazacağam about.title. Belə. Onu görəcəksiniz. Gələn dərsdən keçərik. Bugün o qədər yormayayım. Bunları əsas öyrənin. Özünüzdə də bunları yazarsınız. Bu table'ları yaradın. Miqrasiya atın mütləq. Yəni belə mənlə paralel olaraq gedin yəni dərsdə. Sabah da olay eləyəcəm. Bu 2 gündə yəni olay eləyəcəyik. Nəsə sualınız var? Xeyr. Yəni məndən paralel gedərsiniz. Bir dənə belə projeniz olar. Bir dənə də özünüzə verəcəm. Bu MVC-ni bitirəndən sonra 10-15 gün falan vaxt verəcəm. Bir dənə də özünüzdə belə proje yazacaqsınız. Nə sualınız yoxsa sağollaşa bilərik. Sağ olun, gözəl xeyir. Sağ olun.